Azərbaycanda 300-ə yaxın şirkətə rəhbərlik edən iş adamı Mehman Alməmmədov və onunla birlikdə ittiham edilən İlahim Mehralıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən hər iki şəxsin çəkilməmiş cəzalarının olduğunu bildirib. O, cəzaların qismən toplanılmaqla Mehman Alməmmədovun 13 il, İlahim Mehralıyevin isə 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı bildirib ki, onlara qarşı irəli sürülmüş 313-cü vəzifə səxtakarlığı maddəsi üzrə cəza müddəti bitib. Prokuror hər iki şəxsin cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmələrini təklif edib. Müdafiəçilər məhkəmədən çıxış üçün vaxt istəyib. Xatırladaq ki, bir qrup şəxsin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitini leqallaşdırması ilə bağlı Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsində cinayət işi başlanılıb. İttihama görə istintaqla Mehralıyev İlahim Ərəstun oğlu Alməmmədov, Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satın alma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.